İndi görünürmü? Səsim gəlirmi? Burada. Hə, görsənir. Aha. Tamam, bir dəqiqə. Aha. Başlayaq dostlar, üzr sayın. Qeydə almaq üçün planşet açmışdım. Məndə yenə alt gastrointestinal sistemi kanserləri barəsində bir neçə vaka və məqalədən danışacağam sizə. Çox qısa olacaq, belə də uzun yox. Deməli, ilk xəstəmiz 68 yaşında kişi bir xəstədir. Şikayətləri odur ki, xroniki qəbzliyi, aralıqlı ishalı və rektal qanaxması var və izah olmayan bir, dediyinə görə çəki etkisi var. Və fizik müayinədə biz görürük ki, sol altı qarın bölgəsində həssaslıq var və palpasiyada bir yumşaq kitlə var. Və laborator nəticələrinə də baxanda görürük ki, burada aşağı hemoqlobin səviyyəsi var, yəni burada bir anemiya var və karsinoembryogenik antijen, yəni bunu daha sonra ölçürük əslində, ilk başda bunu söz ki görmürük. Bu əgərləri irəli yaş bir kişi xəstədirsə və özəlliklə də anemi varsa, biz daha öncəki təqdimatlarda da dediyimiz kimi, burada mütləq bir şəkildə biz kolonoskopiya etməliyik. Yəni burada bizi düşündürür ki, polip, marginite və s. hər bir şey ola bilər burada ki, gastrointestinal qanaxmanı və yaxud burada kanseri biz inkar eləməliyik. Ona görə də kolonoskopiya burada mütləqdir. Həmçinin burada da biz görürük ki, burada bağırsaqda disfunksiya var. Ya aralıqlı qəbzlik olur, ishal olur. Yəni burada da bir belə desə bizi şübhələndirən nüans var. Həmçinin də qanaxma da sözsüz ki var. Bu da bizi yönləndirir ki, burada hər hansısa bir malignite ola bilər. Sözsüz ki, palpasiyada artıq biz bir kütlə əlləyirik-sə, bu artıq bizi daha da yaxınlaşdırır. Amma hər zaman sözsüz ki, əllənməyə bilir. Əsas simptomları biz dedik ki, hansılar ola bilər. Və sözsüz ki, kolonoskopiya etdiyimiz zaman sigmoid kolonun distal hissəsində 5 sm ölçüdə gördüyümüz kimi egzofitik bir kütlə var. Artıq bu bizi yönləndirir ki, burada bir marginite vardır. Sözsüz ki, biz bunu görəndə nə etməliyik? Biopsiya götürməliyik. Və biopsiyamızda da belə bir nəticə ortaya çıxır. Burada görürük ki, biz artıq burada mukozanın dəyişməsi vardır. Və bu da sözsüz ki, bunu biz deməyəcəyik. Burada sigmoid kolonda adenokarsinoma var. Bu adenokarsinomanın görüntüsüdür. Artıq biz burada təsdiqləyirik ki, burada bir marginite vardır. İndi gələk suallara. İstəyirsinizsə suallara mən cavab verim. Əgər özünüz cavab vermək istəsəniz deyə bilərsiniz. Birinci sualımız odur ki, bu xəstəlikdə, yəni sigmoidun kolonda adenokarsinomada hansı genetik və çevrəsəl faktorlar var? Öncəki dərslərdə də demişdik, bunu bayaq da vurğuladıq. APC genində, KRAS genlərində, PRL1 genlərində olan mutasiyalar bizdə bu xəstələrdə böyük risk faktorunu əmələ gətirir və çevrəsəl faktorlarda da aşağı lifli qidaların qəbulu uzun müddətli sözsüz ki, yüksək yağlı diyetlər, yağlı qidaların istifadəsi, obezite, siqaret istifadəsi və məsələn bəzi xronik bağırsaq xəstəlikləri ki, buna məsələn aiddir. Məsələn, kron ola bilər, ulserativ kolit ola bilər. Bu xəstəliklərdə də kanser riski artır, çünki xronik bir inflammasyon var və s. kimi faktorlar burada etkili olacaq. 2-də isə endoskopik və patolojik bulğulara dayanaraq adenokarsinom tanısını destekləyən mikroskopik özəlliklər nədir? Biz bayaq da gördük, özəlliklə də biz bilməliyik ki, burada ən çox desmoplaziyanı görəcəyik, yəni tumor hüceyrəsində belə desək ki, sərtlik, yəni birləşdirici toxumanın artmasına görəcəyik və mukinoz alanlardır, yəni tumorun mukoz özəlliklərinin basqın olmasıdır. Yadımızda saxlamalıyıq ki, buradakı tumorlarda
tumorda əgər mukoz özəlliklər basqındırsa, o zaman tumorda bir o qədər aqressiv olur. Sanki mukoz onun yayılımını, metastaz verməsini, invazyonunu asanlaşdırır. Yəni də buna bilək ki, bu tipdə kanserlər daha aqressiv gedişə malik olur. Və artıq əgər bu bulquları görə biliriksə, biz düşünürük ki, artıq buradakı adenokarsinom çox invaziv bir xarakteristikadadır. Üçüncü sualımıza gəlsək, sigmoid kolon kanserində hansı cərrahi yöntəmlər var və yaxud nə edə bilərik? Bildiyimiz kimi, əgər tumor lokalizədirsə, o zaman segmenti rezeksiya eləyəcəyik. Bundan bəhs elədik dərslərimizdə və adjuvant terapiyada istifadə oluna bilər, sözsüz ki, Nigar bundan da danışdı. TNM təsnifatında bilirik ki, burada sual necədir? Hangi bulqular ön plandadır? Bilirik, tumorun ölçüsü, limfadüyünlə metastazı və uzaq metastazlar önəmlidir. Sözsüz ki, biz baxacağıq ki, bunda Nigar dedi bizə ki, baxmalıyıq ki, limfonoduna metastazda hansı səviyyədə invaziyadır və s. Və burada yüksəlmiş CA, anemi və kolonoskopda gözlənən lezyon, tanı qoyma və hastalığın yayılımı dəyərləndirmədəki bizdən önəmli soruşur. Sözsüz ki, əgər burada yüksəlmiş CA varsa, tumor yükü və bizə nüks barəsində məlumat verəcək. Biz bilirik ki, özəlliklə də bu bizim istifadə etdiyimiz onkomarkerlər daha çox tumorun nüksündə bizə daha belə desək ki, məlumat verici ola bilir ki, bu nüks edirmi, ya yenidən baş qaldırıbmı tumor? Onun üçün takibində çox önəmlidir. Bilirik ki, bu CA-nın varlığı da bizə kanseri göstərmir, yoxluğu da kanseri inkar etmir. Yəni, lakin yenə də bizdə şübhə yaradır. Lakin nükslər üçün çox önəmlidir tumor markerləri. Sözsüz ki, də burada CA da həmçinin önəm kəsb eləyir. Başqa? Sözsüz ki, burada olan anemiya bizdəki xroniki qan itkisini göstərir. Özəlliklə dəmir defisitli anemiyaya rast gələcəyik biz burada. Və kolonoskopiyada da ola bilər ki, biz ulserativ lezyonlar görək, gördük ki, orada ekzofitik bir lezyonumuz var və bu da bizim malignitimizi, şübhəmizi gücləndirir. Burada sual varmı birinci vakada? Ümumiyyətlə, bu danışdığımızdan bağlı bir təkrar kimi idi sanki. Okey, yəqin ki, sual yoxdur. O zaman keçək ikinci hissəyə. Burada isə bizim 42 yaşında kişi HIV pozitivli bir xəstəmiz var və CD4 hüceyrə sayısı 250 hüceyrədir hər milimetr kubunda və şikayətləri var ki, perianal bölgədə qaşıntısı var, yanma hissi var, ağrı və qanama var və hər defekasiya zamanı rahatsızlıq hiss eləyir. Biz fizik müayinə zamanı anal bölgənin çevrəsində kiçik ulserativ lezyonlar görürük və inguanal bölgədə də palpable lenf nodu şübhəmiz var. Laborator nəticələrinə baxdıqda sözsüz ki, HIV pozitivdir, düşük CD4-dür və hafif inflamator parametrlərdə artış vardır. Endoskopik bulğumuzda isə, özəlliklə də anoskopidə, anal kanalın girişində düzənsiz ulserativ lezyonlar görürük. Patologiyaya gəlmədən öncə bunu göstərib sizə. Bu anoskop zamanı, yəni tam kolonoskopiya etmirik. Anoskop adlanan cihazla biz baxırıq düz bağırsağa və o zaman görürük ki, buradakı kimi bir lezyonumuz var. Diqqət elədinizsə, gördüyümüz kimi bu lezyonlar ulserativdir burası. Bu nahiyəndə biz görə bilirik. Və patohistoloji nəticəsi maraqlıdır. Biyopsi örnəyində skomos hüceyrəli kanser olur. Bəli, düz bağırsaqda da biz bir çox vaxt ona rastlayırıq və özəlliklə PO6 pozitivliyi var və burada koliostik hüceyrə dəyişikliyi var və HPV infeksiyonu ilə ilişkili olduğunu artıq biz burada öyrənmiş oluruq. Gələk suallarımıza. HPV infeksiyonunda HIV qaynaqlı ümumi yetməzlik anal kanser gəlişimində patofiziolojik rolu nasıl açıqlanır? Buna aid bir neçə məqalə görmüşdüm, elə yeri gəlmişkən dediyim. Anal kanserlərdə də HPV infeksiyonunun önəmli rolu olduğu göstərilir və özəlliklə də HPV tip 16-nın anal bölgədə skomos hüceyrələrdə
onkogenik dəyişikliklər yaratdığı və bu zamanda Malgin dönüşümə səbəb olur hüceyrələrdə ki, bunun nəticəsində də biz squamous hüceyrəvi kanser görürük. Sözsüz ki, immun yetməzliyin də olması HPV-nin bu bölgədən təmizlənməməsinə gətirib çıxarır və belə deyək ki, kanser riskini də artırır. Onsuz da bilirik ki, biz HIV-li xəstələrdə də həm infeksiyonu, həm də kanser riski artmışdır bunlarda. İkinci sualımızda patofisiolojik incələmədə anal squamous hüceyrəli kanserləri dəstəkləyən mikroskopik və immunohistokimyasal bulğu nədir? Sözsüz ki, burada gördüyümüz kimi anormal squamous hüceyrə proliferasiyası var və invaziv böyümə paterni var həmçinin də. İmmunohistokimiyada isə biz P16 pozitivliyi görürük ki, bu da bizə HPV ilə ilişkili olmasını göstərir. Anal kanser tedavisində öncəlikli orqan qoruyucu kemoterapi və gərəkdiyində ek cərrahi müdahale necə planlanır? Orqan qoruyucu olaraq biz ilk tərcihimizi kemoterapidən yana kullanırıq. Burada squamous hüceyrəli kanser olduğuna görə kemoterapi, belə desək ki, burada effekti sanki daha çox olacaq və əgərləri tedaviyə dirənclidirsə bu kanser, bu xəstəmizdə, o zaman nə etməliyik? Biz cərrahi yöntəmlərə əl atmalıyıq ya da ki, davamlı olaraq lokal bir rezidif varsa, o zaman da cərrahiyə əl atmalıyıq. Bəs HIV-i necə yönətməliyik? Burada HIV də var sözsüz ki. Biz antiretroviral tedaviyə davam etməliyik və immun sistemi davamlı olaraq dəstəkləməliyik. Çünki immun sistemi burada zaten xəstədə baskılanmışdır. Biz çalışırıq ki, immun sistemi daha da baskılanmayaq da onu yönətməyə çalışırıq. Bu biraz bizim üçün sözsüz ki, çətin olacaq. Fizik müayinə və anoskopik bulğular lenf nodu metastazı və evlənmədə nasıl dəyərləndiriləcək? Sözsüz ki, anoskopi və palpasiyada lezyonun yerel dağılımı və necə deyək ki, biz çevrəsəl lenf nodlarının saptalanmasında istifadə edə bilərik. Lazım gələrsə müxtəlif biz instrumental müayinələrdən də keçid edə bilərik ki, bu bölgədə yaxşı bir dəyərləndirmə aparaq. Və HIV pozitivliyi, düşük CD4 sayısı və anal bölgədəki lezyonlar tanı və tədavi planlamasında necə önəmi var? HIV pozitivliyi və düşük CD4 sayısı burada xərçəngin daha da bizə aqressiv ola biləcəyini göstərir. Çünki xəstənin immun sistemi baskılandığına görə burada kanserlər də daha aqressiv seyr edəcək. Ona görə də biz çox ciddi nəzarət altına almalıyıq bu tipdə xəstələri. Və yenə də başqa nə etməliyik bir düşünüm. Məncə daha sonra da yenə laboratuvar incələmələrdən istifadə edərək xəstəmizi təqib eləyəcəyik və baxacaq ki, necə gedir bizim desək ki, tedavimiz. İndi gələk məqalələrə. Burada birinci məqaləmiz belə bir məqalə idi ki, PD1 blokadasının belə desək ki, mismatch repair sistemində əksikliyi olan kolorektar kanserlərdə ki, bayaqdan ilgili dedi onu, PD1 inhibitorlarının dramatik yanıtlar oluşturdu. Yəni, çox yaxşı bir effekt verdiyi göstərilmişdi bu məqalədə. Bildiyimiz kimi mismatch repair olanda, yəni DNA-da bozuqluq olanda belə desək, o zaman PD1 belə desə, ekspressiyası olur ki, bu PD1 ekspressiyası tumor hüceyrələrini immun sistemindən gizlədir. Yəni, PD1 reseptorlarına bağlanan immun hüceyrələr kanserli hüceyrəni belə desə, görməzdən gəlir. Sanki elə bilir ki, normal hüceyrədir. Lakin biz PD1 inhibitorları istifadə edərək bu reseptorları blokad edirik və bizim immun sistemimizin həmin kanserli dokunu tanımasına kömək edirik. Və burada da göstərir ki, özəlliklə də mismatch repairdə defekt olan xəstələrdə çox yaxşı bir bu kemoterapi effekt verir, özəlliklə də kolorektar kanserlərdə və burada kişiselləşdirilmiş tedavi də gələcəkdə rolunu göstərir ki, biz xəstənin genetik profilinə baxırıq və nəticədə daha yaxşı immun terapiya verə bilirik xəstəyə. Sözsüz ki, bunlar əlbəttə ki, bu qədər daha xəstəyə maddi yükü çox olacaq, amma indi müasir məqalələr və s. zamanla ona doğru gedirik. Çox böyük ehtimal gələcəkdə də bu metodların
daha da ucuzlaşacaq. Ona görə bunlardan danışmalıyıq və belə. Bu belə birinci məqaləmiz. İkinci məqaləmizdə isə rektal kanserlərdə total neoadjuvant terapiyanın lokaldan daha belə desək ki, üzr istəyirəm, lokal olaraq, yəni total neoadjuvant terapiya rektal kanserlərdə daha belə desək effektiv olduğunu göstərən bir məqalə idi. Burada necə idi bu məqalə bir dənə? Hə, klassik neoterapiyə nəzərən cərrahi yəni ki, TNT uyğulanması klassik kemoterapi sonrası cərrahi yerinə tüm tədavi sürəcində neoadjuvant dönəmdə olması tam yanıt oranını artırır və nüks oranını da düşürür. Normalda daha əvvəl biz klassik olanı eləyirdik. Klassik kemoterapi sonrası cərrahi eləyirdik, amma tüm tədavi sürəcində edilməsi daha belə desək ki, məqsədə uyğundur. Və sözsüz ki, cərrahi sonrası komplikasiyalar da azalır və yaşam kalitəsində də iyiləşmə olduğu qeyd olunur. Və üçüncü məqaləmiz belə bir məqalə idi ki, burada likvid, yəni biopsiya var idi. Kolorektal kanserlərdə özəlliklə də effektivliyini göstərirdi. Bu necə metoddur? Qandan alınan örnək, belə desək ki, qandan sanki biopsiya alınır. Bu özəlliklə kolon kanserində daha effekt verir, belə deyək, amma bir çoxunda da tətbiq olunur. Yəni, gelişim aşamasında da belə deyək. Qanda olan tumor DNA-sını biz analiz eləyirik. Bu analiz metodunda qandan örnək alınır və oradan DNA ayrılır, sonra oradan tumor DNA-sı seçilir. Bu metodun üstünlükləri nədir? Klassik biopsiyaya nəzərən, ondan biz bəhs eləməliyik. Likvid biopsiya metodunda ilk olaraq onu deməliyik ki, invaziv deyil, yəni daha az invazivdir. İkinci yaxşı tərəfi odur ki, cavab saatlar içərisində çıxır. Normalda biz klassik biopsiyada götürsüdük biopsiya örnəyi və onun cavabının çıxması bəzən bir həftəyə qədər alır. Çünki orada boyama metodları var, yaxşı kəsit çıxartma metodu var, sonra patoloqların bəzən ehtiyacı olur ki, başqa patoloqlar da müraciət eləyir. Daha belə desək, biraz qarmaşıq metoddur da, qarışıq metoddur. Lakin likvid biopsiya isə daha asandır. Biz oradan tumor DNA-sını seçirik və baxırıq ki, tumor DNA-sı necədir? Yəni biz həm xəstəliyin nüksünü təyin eləyə bilirik, xəstədə bizim verdiyimiz, belə desək ki, kemoterapiya, cərrahinin effektivliyini dəyərləndirə bilirik. Yəni bir növ tədaviyə cavabımızı dəyərləndirə bilirik. Bu cəhətdən yaxşıdır. Bəs mənfi cəhəti varmı? Bəli, mənfi cəhəti var. Əvvəla çox baha başa gəlir. Çünki burada DNA alırıq, örnəkləyirik, baxırıq. İkincisi isə odur ki, klassik biopsiya tam yerindən, belə desək ki, harda kanser varsa oradan örnək götürürük. Yəni daha spesifik bizə nəticələr verir, amma bu likvid biopsiyanın isə effektivliyi biraz daha aşağıdır. Yəni biraz daha hələ irəlilənməsinə ehtiyac var. Amma bu metodda gələcəkdə öz yeri alınacağı düşünülür ki, gələcəkdə öz yerini alacaq. Çünki biz çox tez bir şəkildə xəstəni izləyə bilirik. Tumor yükünü anlıq olaraq izləyə bilirik. Çünki istədiyimiz vaxt qandan analiz götürüb baxa bilirik bu və nüks riskini də belə desək ki, biz təxmin eləyə bilirik, saptaya bilirik ki, nə qədərdir. Baxın, burada nə deyəcəm? Dediyim kimi, düşünülür ki, gələcəkdə ola bilsin ki, klassik biopsiyanın yerini ala bilsin. Və son olaraq da, burada əslində bir çox məqalə izlədim, daha doğrusu baxdım deyə, hamısını bura yerləşdirə bilmədim. Amma istəsəniz göndərə bilərəm qrupa. Ümumiyyətlə, son dönəmlərə də baxdım. Türkiyədə olan bir çox, belə desək, məqaləyə də baxdım. Və o məqalələrin çoxunda lif tüketiminin kolorektal kanser riskini azaltdığı göstərilir. Biz keçən dərslərdə danışanda, səhvləmirəmsə, Harrisonda belə cümlə var idi ki, son məqalələr göstərir ki, əslində riski çox da azaltmır lif tüketimi. Amma baxdığım və gördüyüm məqalələrin çox böyük üstünlüyü lif tüketiminin kolorektal kanseri azaltdığını savunur. Bunda da əsas mexanizm ondan ibarətdir ki, lif tüketimi orada
yağ asid oksidasiyonunu düzənləyir. Bundan əlavə floranı tənzimləyir, inflammasiyonu azaldır, bağırsaq hərəkətliyini sürətləndirir deyə orada qalıq maddələr, nəcis daha tez xaric olur. Yəni bir çox tərəfdən müsbət olduğunu göstərdi araşdırmanın nəticələri. Böyük qruplarda da var idi, meta-analizlərdə var idi, hər birisi onu göstərirdi. Və ikinci bir bizim danışdığımız daha öncəki dərslərdə östrogenin kolorektal kanser gelişimini azaldır və hormon tedavisi kolon kanser riskini düşürə biləcəyi göstərilir. Yəni fərz eləyək ki, kolon kanseri var. Biz hormon tedavisi verərək, yəni östrogen tedavisi verərək kanserin belə desək aktivliyini azaltmağa çalışırıq. Burada mexanizmasının qeyd olunurdu ki, bir neçə mexanizması var. Əsası nə idi? Hücresel proliferasiyanı azaldırdı, özəlliklə bağırsaq hüceyrələrində və apoptozu artırırdı. Burada östrogen reseptorları kolonda da çox ekspresiya olunduğunu qeyd olunurdu. Bu da apoptozu artırırdı. Apoptozun artması demək, o qocalmış, yaşlanmış hüceyrələrin hamısının məhv olması və nəticədə də tumorun basqılanmasına gətirib çıxarırdı. Həmçinin qeyd olunmuşdu ki, östrogenlər bağırsaqda inflammasyon yolaqlarını basqılayırdı. Ona görə də bağırsaqda daha az inflammasyon olduğuna görə də belə desək kanser gelişim riski aşağı düşürdü və bir çox məqalələrdə başqa örnəklər də var idi. Həmçinin ödə də təsiri var idi, insulin dirənci ilə də bağlı var idi, DNA oranı da bağlı var idi. Amma ən maraqlısı da bu idi ki, hormon tedavisi uzun vadədə nəticələrini düşünərək xəstəyə biz hormon tedavisi verərək kolorektal kanser riskini həm azalda bilirik, həm kanseri idarə edə bilirik. Yəni östrogenlərin də belə bir rolu var idi burada. Bu qədər idi məndə dostlar. Sualınız varmı ya başa düşmədiyimiz bir yer varmı? Çox sağ ol Həsən, çox maraqlı idi. Bu liquid biopsiyası var idi, çox maraqlı idi. Bir də maraqlıdır ki, o gələcəkdə inkişaf edəsə, bütün kanserlərdə bundan istifadə olunacaqmı, yoxsa təkcə kolon kanserinə aid idi bu? Əslində bir çox da rəfiqə düşünülür ki, yerinə ala bilər. Çünki nəticədə bir çox tumor hüceyrəsi parçalanır və DNA-sını qana verə bilir. Biz də bu DNA-nı qanda izləyə bilirik. Sadəcə olaraq bəzi kanserlərdə daha yaxşı effekt verir, bəzilərində daha az. Sırf kolorektalda ümid bəxş eləyir, daha çox ümid bəxş eləyir. Amma digərlərində də güman olunur ki, bu bizim klassik biopsiyamızın yerini ala bilər. Sadəcə dediyim kimi problemi bahalı olması, bir də klassik biopsiyaya nəzərən belə desək spesifikliyin daha aşağı olmasıdır. Gələcəkdə metodlar dəyişsə, daha ucuz və daha dəqiq belə desək ki, spesifikliyi yüksək olsa bunun çox böyük ehtimal ki, yerini alacaq. Çünki daha az invaziv və daha tezdir. Evet. Anladım. Çox sağ ol. Sağ ol. Çox təşəkkürlər Həsən. Bir sualım var idi. Sən mən də bayağı qeyd etmişdim əslində. PD1 reseptorlarının ümumiyyətlə internetdə qeyd olunur ki, demək olar çox malignitələr, tumorlarda PD1 reseptorları ekspresiya olunur. Amma yəni ki, o araşdırmaya əsasən belə deyə bilərik ki, bütün mikrosatelit instable tumorlarda PDI var deyə bir şey deyə bilərik. Əslində bütün hamısında tam dəqiq bilmirəm, amma mən oxuduğum indiyənə qədər məsələn burada kolon kanserində daha çox görmüşəm. Bir də başqa kanserlərdə də məqaləyə baxanda xatırlayıram ki, istifadə olunur. Amma hamısında effektivliyi nə dərəcədədir bilmirəm. Amma bir çoxunda mismatch repair olanlarda PD1 inhibitorları effekt verir və təkcə kolonda yox, digərlərində də həmçinin. Amma nə qədər effektivdir onu tam dəqiq bilmirəm. Çox böyük ehtimal effektiv olar yenə. Yəni və hətta mismatch təkcə buna yol açmaz da, yəni başqa şeylərdə defisit olar da, amma PD1 effekt PD1 hamısında görülər deyə düşünürəm. Bir də deyəsən yeni tətbiq olunur. Çünki gedib bir də protokola baxdım, gördüm ki, tam olaraq onu ora əlavə eləməyiblər. Yəqin əlavə eləyərlər. Bir də bir əlavəm var idi. Aha, buyur.
Prosta bu mövzu ilə biraz əlaqəsizdir. Bayaq da qeyd etdiyin ki, neoadjuvantın mən də belə bir şey oxudum ki, yazmışdı ki, bəlkə gələcəkdə artıq cərrahiyyəni direkt olaraq neoadjuvant əvəz eləsin. Yəni cərrahiyyə biraz onkologiyada da şey görülmür. Və o bəlkə gələcəkdə ola bilər, doğru. Amma məncə hal-hazırda biraz çətindir. Amma inanıram ki, gələcəkdə olar. Razıyam. Çox təşəkkürlər. Suallarım bu qədər idi. Mən təşəkkür edirəm. Başqa sualınız var mı dostlar? O zaman sualımız yoxdursa, təşəkkür edirəm sizlərə. Bugünkü təqdimatımız bu qədər idi. Çox təşəkkürlər dostlar. Əllərinizə sağlıq, əlaydınız. Çox sağ olun. Gecəniz xeyir. Xeyrə qarşı. Çox sağ olun bir dəfə. Gecəniz xeyrə.